Hər kəsə salam. Gəlin bu gün bir anlıq indiki zamandan ayrılıb uzaq keçmişə səyahət edək. Gedək 19-cu əsr Azərbaycanın sərt dağlarına, ədalətin gücünün əlində olduğu bir dövrə. Bu gün biz adı dillər əzbəri olmuş, əfsanəyə çevrilmiş bir xalq qəhrəmanından Qaçaq Dəli Aldan danışacağıq. Elə söhbətimizə də xalqın yaddaşından süzülüb gələn bu güclü və bir o qədər də sirli cümlə ilə başlayaq. Dəli Alını güllə öldürmədi, xəyanət öldürdü. Bir anlıq düşünün. Bu sözlər təkcə bir ölüm səbəbini yox, əslində bütöv bir faciəvi hekayəni, bir əfsanəni özündə gizlədir. Gəlin elə bu izlə gedib, hekayənin pərdə arxasını birlikdə aralayaq. Heç kim qəhrəman doğulmur, elə deyilmi? Hər bir qəhrəmanın hekayəsi bir yerdən başlayır. Dəli Alının hekayəsi də bax elə amansız bir zülm və haqsızlıq dövründə başladı. Yaxşı, bəs nə oldu ki, sadə bir kəndli gənci bütün bir imperiyaya meydan oxuyan bir üsyançıya çevrildi? Gəlin bir anlıq o dövrün mənzərəsini gözümüzün önündə canlandıraq. Deməli, təsəvvür edin 19-cu əsr Qarabağı. Bir tərəfdə istədiyini edən çar məmurları, acgöz bəylər, xalqın belini qıran ağır vergilər. O biri tərəfdə isə bu yükün altında əzilən, borc içində boğulan, çarəsiz kəndlilər. Yəni vəziyyət o həddə çatmışdı ki, partlamağa hazır bir barı çəlləyi kimi idi. Hər şey bir çobanın qisası ilə alovlandı. Təsəvvür edin, gənc alı atasının ödənilməmiş vergi borcuna görə bir çar məmuru tərəfindən amansızca öldürüldüyünü görür. Bax, o an onun üçün həyat əbədi olaraq dəyişir. Və bu, onun qanunla ilk, amma heç də son toqquşması olmur. Bu zaman xəttinə baxanda sanki onun taleyinin necə yazıldığını görürük. 1857-ci ildə Keçili kəndində doğulur. Gənc yaşlarında atasının qətli və bunun ardınca gələn qisas. Atasının intiqamını alan alı artıq geri dönüşü olmayan bir yola çıxır, qaçaq düşür. Və bu sadəcə başlanğıc idi. Hər addımı onu imperiya ilə daha böyük bir qarşı durmaya sürükləyirdi və o tezliklə sadəcə bir qaçaqdan daha böyük bir simvola çevriləcəkdi. Yaxşı, Dəli Alını tam anlamaq üçün gəlin bir terminə diqqət yetirək. Qaçaq. Bu sözü eşidəndə ağlınıza sadəcə qanundan qaçan cinayətkar gəlməsin. Yox, Qafqazda bu sözün mənası daha dərin idi. Qaçaq çox vaxt xalq tərəfindən zülmə, ədalətsizliyə qarşı çıxan bir qəhrəman kimi görülürdü. Bir növ yerli Robin Hood kimi. Və bax elə o hadisədən sonra alı qaçaq düşür. O zülmə, haqsızlığa qarşı çıxıb dağlara çəkilən, ədalət üçün vuruşan bir döyüşçü idi. Yəni, alının dağlara çəkilməsi bir qaçış deyildi. Əksinə, böyük bir mübarizənin başlanğıcı idi. Hə, indi gəldik hekayənin ən maraqlı yerinə. Görəsən, dağlara çəkilən bu tək-tənha gənc, bütün xalqın sevimlisi olan bir qəhrəmana, bir əfsanəyə necə çevrildi? Bax, bu onun əsil yüksəliş hekayəsidir. Xalqın yaratdığı bu deyim əslində hər şeyi o qədər gözəl izah edir ki, təsəvvür edirsiniz, Dəli Alının adının iki fərqli təsiri var idi. Kasıblar, kimsəsizlər üçün onun adı bir ümid, bir xilas deməkdir. Amma zalımlar, rüşvətxorlar üçün onun adı gecələr yuxularını qaçıran bir kabus idi. Deməli, o nə edirdi? Elə-belə dağlarda gizlənmirdi, yox. Onun bir missiyası var idi. Zalım bəylərdən, rüşvətxor məmurlardan aldığını aparıb özünə sərf etmirdi, birbaşa xalqa paylayırdı. Kasıbın borcunu verirdi, evlənə bilməyən yetim yesirə toyu edirdi, kimsəsizləri himayəsinə alırdı. Yəni onun hər bir addımı ədaləti bərpa etmək üçün idi. Beləcə, Dəli Alı artıq sadəcə bir insan olmaqdan çıxdı. O, bir simvola, bir ideyaya çevrildi. O, zülmün hökm sürdüyü bir dünyada ədalətin də mümkün olduğunu göstərən canlı bir sübut idi. İnsanlar üçün qatı zülmət içində yanan tək bir çıraq idi. Bir tərəfdə Qafqaz dağlarında gizlənən, hökumətin axtardığı bir qaçaq, digər tərəfdə isə Çarın sarayında ən yüksək təbəqənin arasında dayanan bir fəxri qonaq. İndi ən maraqlısı odur ki, bu iki şəxs eyni adamdır. Bəli, bu, ziddiyyətlərlə dolu Dəli Alının hekayəsidir. Və bizim bugünkü sualımız da budur. Necə oldu ki, bir insan bu iki tamamilə fərqli həyatı yaşaya bildi? Yəni, bir yanda çar rejimi var ki, 50-dən çox məmurun qətlində ittiham etdiyi bu adamı hər yerdə axtarır. Amma digər yanda elə həmin rejim həmin adamı kral şənliyinə dəvət edir və şəxsən çar 2-ci Nikolayın huzuruna çıxarır. Bu ağlasığmız bir şeydir, elə deyilmi? Deməli, əsas sualımız budur. Bir insan eyni zamanda necə həm dövlətin bir nömrəli düşməni, həm də onun fəxri qonağı ola bilər? Bu müəmmalı sualın cavabını tapmaq üçün gəlin zamanda geri gedək.
bu zaman xəttinə baxanda sanki onun taleyinin necə yazıldığını görürük. 1857-ci ildə Keçili kəndində doğulur. Gənc yaşlarında atasının qətli və bunun ardınca gələn qisas. Atasının intiqamını alan Alı artıq geri dönüşü olmayan bir yola çıxır, qaçaq düşür. Və bu sadəcə başlanğıc idi. Hər addımı onu imperiya ilə daha böyük bir qarşı durmaya sürükləyirdi və o tezliklə sadəcə bir qaçaqdan daha böyük bir simvola çevriləcəkdi. 1905-1906-cı illərdə Gəncədə baş verən etnik toqquşmalar zamanı gəlib çatır. Şəhər alovlar içindədir, insanlar çarəsizdir və belə bir vəziyyətdə hakimiyyət aciz qalanda xalqın köməyi üçün üst tutduğu tək bir ad var idi: Dəli Alı. Təxminən 2000. Bir anlıq bu rəqəm üzərində dayanaq. Düşünün. Hökumətin cinayətkar elan etdiyi, başına mükafat qoyduğu bir adam sadəcə bir çağırışla 2000 silahlı adam ətrafına toplaya bilir. Bu, onun əsl gücünün nədə olduğunu göstərir. Onun gücü silahlarında yox, xalqın ona olan sonsuz etibarında idi. Və o, bu gücdən necə istifadə etdi? Baxın, o sadəcə öz dəstəsi ilə şəhərə daxil olub döyüşmədi. Yox, o bir strateq kimi hərəkət etdi. Əvvəlcə şəhərə girdi, sonra dağınıq halda olan yerli liderləri, ağsaqqalları bir araya gətirdi, onları birləşdirdi. Strateji bir gecə hücumu ilə təşəbbüsü tamamilə ələ keçirdi. Və bu güc nümayişi ilə həm hakimiyyəti, həm də qarşı tərəfləri danışıqlar masasına oturmağa məcbur etdi. Nəticədə sülh komissiyası yaradıldı və Gəncəyə əmin-amanlıq qayıtdı. Təbii ki, bu hərəkətindən sonra xalqın ona olan sevgisi və minnətdarlığı daha da artdı. Hətta məşhur bir Gəncə zərgəri ona üzərində bu sözlər yazılmış qızıl bir xəncər bağışlayır. Alı mərdi mərdana, budur girdi meydana. Yəni, mərdlərin mərdi Alı meydana girdi. Bu sadəcə bahalı bir hədiyyə deyildi. Bu, xalqın öz xilaskarına verdiyi ən yüksək ad, ən böyük tituluydu. Amma hekayənin ən inanılmaz, ən ağla sığmaz dönüşü hələ qarşıdaydı. Bütün bu hadisələrdən sonra illərdir Dəli Alını məhv etməyə çalışan Çar rejimi elə bir addım atdı ki, bu, hər kəsi sözün əsl mənasında şoka saldı. Baxın, Çar rejimi artıq yorulmuşdu. İllərlə edilən cəhdlər, göndərilən qoşunlar heç biri nəticə verməmişdi. Anladılar ki, Dəli Alı sadəcə bir adam deyil. O, bir simvoldur. Onu güclə məğlub etmək mümkün deyil. Ona qarşı vuruşmaq sanki bir xalqla vuruşmaq demək idi. Buna görə də başqa bir yol axtarmağa başladılar. Yaxşı, bəs Çarın cavabı nə oldu? Daha böyük bir ordu, başına qoyulan mükafatı artırmaq? Xeyr, heç biri. Cavab hamının gözlədiyinin tam əksi idi. Tam və rəsmi əfv. Bəli, səhv eşitmədiniz. İmperiya özünün onlarla məmurunu öldürən, illərdir ona meydan oxuyan bir adamı rəsmən bağışladı. Bu, əslində təslim olmaq deyildi. Bu, ondan daha ağıllı bir siyasi gediş idi. Əffin şərtləri isə heç də əffin özündən az təcrübli deyildi. Deməli, Dəli Alı rəsmən bağışlandı. Bu bir. İkincisi, bütün ölkədə silah daşımaq qadağan olduğu bir vaxtda ona xüsusi icazə verildi. Və ən heyrətamizi, o, Romanovlar sülaləsinin 300 illik yubileyinə fəxri qonaq kimi dəvət edildi və Petrogradda şəxsən İmperator 2. Nikolaya təqdim olundu. Bu, klassik bir strategiya idi. Əgər düşmənini məğlub edə bilmirsənsə, onu öz tərəfinə çək, onu öz simvoluna çevir. Ancaq hekayə burada bitmir. Çarın sarayında qonaq olmaq, imperator tərəfindən tanınmaq, bütün bunlar Dəli Alıya xoşbəxt bir sonluq gətirmədi. Təəssüf ki, onun həyatının son fəsli olduqca faciəvi oldu. Yaxşı, bəs sual olunur. Xalqın bu qədər sevdiyi, az qala müqəddəs saydığı, qoruduğu bir adama kim xəyanət edə bilərdi ki? Hansı vicdan buna yol verərdi? Cavab isə, inanın bu faciəni daha da dözülməz edir. 1917-ci ildə Dəli Alı xəyanətə uğrayır və ən acınacaqlısı odur ki, bu xəyanət onun ən çox etibar etdiyi dostlarından biri tərəfindən edilir və o, öldürülür. Baxın, bütün bir imperiyanın gücü çatmayan, öhdəsindən gələ bilmədiyi adamı bir dost xəyanəti məhv etdi. Bu, onun hekayəsinin ən ironik, ən kədərli hissəsidir. Amma bəzi insanları öldürmək olmur. Onların fiziki varlığına son qoymaq olar, amma hekayələri, bax onların hekayələri əsl o zaman yaşamağa başlayır. Dəli Alının da hekayəsi məhz öldüyü gün yenidən doğuldu və ölümsüzləşdi. Bir xalq öz qəhrəmanını unutmaz, onu yaşadar
Necə? Bax belə. Dəli Alının adı aşıqların sazının simlərində, nənələrin danışdığı nağıllarda, oxunan nəğmələrdən nəsildən nəslə ötürülərək bu günümüzə qədər gəlib çatıb. Qulaq asın, xalq onun haqqında nə deyir? Düşdün dağa daşa alı, haqq yolunda verdin başı alı. Bu sadəcə bir mahnı sözü deyil. Bu bir xalqın öz qəhrəmanının fədakarlığına qoyduğu bir abidədir. Ona olan dərin hörmətidir. Və beləcə hekayəmizin sonuna gəlib çatırıq. Qaçaq Dəli Alı artıq 19-cu əsrdə yaşamış bir insandan daha böyük bir anlayışa çevrilib. O, xalqın yaddaşında zamanın və məkanın fövqündə dayanan, haqqın və ədalətin simvolu kimi yaşayır. Gəlin bu hekayəni bir sualla yekunlaşdıraq. Sizcə, bir insanı unudulmaz edən nədir? Onu yüzillər sonra da danışılan bir əfsanəyə çevirən o qüvvə haradan gəlir? Bəlkə də cavab hamımızın içində olan o ədalət axtarışında və qəhrəmanlara olan ehtiyacımızda gizlidir. Nə düşünürsünüz?